Rusiya dərhal üzr istəyib kompensasiya ödəsəydi, o zaman bu mövzu bağlanardı. Azərbaycanla yaşananlar Rusiyada Moskva ilə Bakı arasında münasibətlərə cavabdeh vahid mərkəzin olmamasının nəticəsidir. Bu fikirləri İTV Xəbərin Rusiya üzrə xüsusi müxbiri Fərid Əkbərova müsahibəsində Moskovski Komsomolets qəzetinin siyasi şərhçisi tanınmış jurnalist Aleksandr Budberg bildirib. Onun fikrincə Rusiya anlamalıdır ki, tərəfdaşa kobud şəkildə bunu etməlisən, bunu yox göstərişi vermək olmaz. С большой вероятностью, что самолет азербайджанских авиалиний на посадке с Грозным был обстрелян. Böyük ehtimalla Azərbaycan hava yollarına məxsus təyyarə Grozny şəhərinə inərkən Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən atəşə tutulub. Böyük faciədir. Bu qəsdən törədilmiş hadisə deyildi. Düşünürəm ki, dərhal üzr istəyib kompensasiya ödəmək düzgün olardı. O zaman mövzu bağlanardı. Lakin Rusiyadakı qüvvələr başqa yol seçdilər. Açıq-aşkar olanı etiraf etmədilər. Hansısa məqamda Azərbaycan tərəfinin məlum reaksiyası bizim ultra vətənpərvərlərdə qıcıq doğurmağa başladı. Onlar Azərbaycana öz yerini göstərmək istədilər. Bu da Bakıda böyük hiddət doğurdu. Üstəlik Bakıda hesab edirlər ki, Moskva nəyin baş verdiyini yaxşı anlayır. В Баку считали, что в Москве есть понимание, что произошло на самом деле. Rusiyalı ekspertin fikrincə Azərbaycanla yaşanan gərginlik Rusiyada münasibətlərə cavabdeh vahid mərkəzin olmamasından irəli gəlir. Каким-то образом показать азербайджанской стране, что у России есть рычаги давления. Rusiya Azərbaycana göstərmək istəyirdi ki, onun əlində təzyiq rıçaqları var, xüsusilə də Rusiyadakı Azərbaycan diasporuna qarşı. Fikrimcə bu çox kobud addım idi. Azərbaycan da öz növbəsində buna çox sərt reaksiya verdi. Rusiyada Azərbaycanla münasibətlərə fərqli qurumlar, müxtəlif şəxslər cavabdehdir. Onların müxtəlif mövqeləri var. Düşünürəm ki, Azərbaycanla yaşananlar Rusiyada Moskva ilə Bakı arasında münasibətlərə cavabdeh vahid mərkəzin olmamasının nəticəsidir. Мне кажется, это было связано с тем, что не было единого центра, который бы отвечал за координацию в том числе. Budberg hesab edir ki, Moskva Bakıya bərabər hüquqlu tərəfdaş kimi yanaşmalıdır. Anlamalıdır ki, tərəfdaşa kobud şəkildə bunu etməlisən, bunu yox göstərişi vermək olmaz. Всегда существуют проблемы разных уровней и даже в таких союзных и... Rusiya ilə Azərbaycan arasında hər zaman problemlər olub. Sözsüz ki, təyyarə qəzası bu münasibətlərin korlanmasında vacib emosional trigger oldu. Mən şəxsən Bakıda insanların bu faciəyə necə yanaşdığını gördüm. Moskvada oturub təsəvvür etmək ki, heç nə baş verməyib, bu axmaqlıqdır. Təyyarə qəzaya uğrayıb, onların insanları həlak olub. Onu da deyək ki, pilotlar milliyyətcə Rus idilər. Azərbaycan rəhbərliyinin təyyarə qəzasında həlak olanların ailələrinə göstərdiyi diqqət və qayğı çox vacibidir. Moskvada oturub özünü heç nə olmamış kimi aparmaq uzaq görənlik deyil. Rusiyalı ekspertin fikrincə Moskva anlamalıdır ki, heç də hər zaman güc strukturları dövlətin siyasi xəttini müəyyən edə bilməz. Azərbaycanla sülh, mehriban qonşuluq, qarşılıqlı sərfəli ticarət şəraitində olan münasibətlərə alternativ yoxdur. Televizorda Azərbaycanla müharibəyə çağıranlar isə Rusiyanın düşmənləridir. Fərid Əkbərov, İTV Xəbər, Moskva.